burada xəyanət olubsa, xəyanət zaten özü bir hələ travmadır insan üçün. Çünki xəyanət görən insanın öz dəyəri çox pis zədələnir, bərk zədələnir. Yəni ki, sən hələ bil ki, özünü bu insan üçün dəyərli hesab edirdin, hiss edirdin və birdən xəbər tutursan, ya özün tapırsan, araşdırırsan, ya kimsə gəlir sənə xəbər ötürür deyir. Yəni ki, görürsən ki, tək sən deyilmişsən. Başqa bir insan da var imiş. Bəlkə də başqa bir insanlar da var imiş. Və onda əlbəttə ki, sən istər-istəməz dəyərsiz hiss edirsən özünü. Sən düşünürsən ki, demək ki, mən onun üçün o qədər də önəmli deyildim. Demək ki, o qədər də mənə bağlı deyil idi. Demək ki, mənə əvəz eləmək çox asandıymış. Demək ki, sevgi yox idi onda burada. Başa düşdünüz, insan bunları dedikcə, sorğuladıqca özü içində dəyəri düşür aşağı. Amma bu belə baxanda əgər, amma elə baxsaq ki, insanlar müxtəlifdir. İnsan var ki, mümkün deyil onun üçün elə bir həyat ki, bir insanla qane olsun, bir insanla münasibət yaşasın və elə də sürdürsün. Elə insanlar var. Yəni ki, o insanların daxilində çox böyük boşluqlar var. Onlar yəni duyğusal anlamda həqiqətən də yaralı insanlardılar. Yəni orada sevgisizlik, dəyər, önəmli hiss etmək özünü orada o qədər zəifdir ki, o qədər hər zaman bunun Türklər demiş peşindədirlər, o qədər bunun arxasıcıdadırlar ki, hər zaman bax sizdən bir gün, 2 gün biraz az dəyər görəndə bu insanda dözümsüzlük yaranır. Bildiniz necə? Yəni baxır da yenə də insanla insana fərq var. İnsan var ki, onun üçün bu hava qədər, su qədər böyük bir tələbatdır. Hər zaman diqqət görmək. Hər zaman özünə qarşı böyük bir, özünü önəmli hiss etsin. Bildiniz necə? Yəni onun tələbatı, insan var bir insanla kifayətlənir, düzdürmü? Əgər bu insan sənə bir tələbatlarını qarşılayırsa, duyğusal, psixoloji, fizioloji cürəbəcür tələbatları, bunlarını ödəyirsiniz. Düzdürmü? Sənə ola bilər bəs edir, amma ona bəs etmir. Çünki onun daxili aləmdə o boşluq başqa cürdür. Onun ola bilər, necə deyim sizə, bioloji baxımdan, fizioloji baxımdan tələbatları məsələn çoxdur. İntim əlaqə ilə bağlı tutalım çoxdur. Başa düşdünüz necə? Yəni burada biz insanları qınamaq hər zaman çox asandır. Niyə belə elədi məni? Sən çünki öz tərəfindən baxırsan buna. Sən öz ancaq ağrılarının içindən buna baxırsan. Sən öz hələ bil öz dəyərin düşüb aşağı və sən ancaq onun içindən görürsən baş verənləri. Sən ağrı yaşayırsan, ancaq ağrın sənə dedizdirir, onu pisləyir, onu qaralayırsan, onu hələ bir çirkab içinə batırmaq istəyirsən də. Bildin necə? Çünki bunu ancaq insan ağrıları dedirdir. Amma o zaman ki, biz anlayanda ki, insanlar müxtəlifdir. Bir insan başqa bir insana can atırsa, tutam sən ola və yaxud ayrılan kimi getdi kiminləsə başladısa münasibətə, artıq orada şəxsiyyətin strukturu bu tərdir. Artıq o insanın tələbatları elədir ki, yəni bilirsiniz necə, bax elə bil ki, adam var, tutalım. İnsan var, oruç tuta bilir rahat. Bir ay orucunu tutur. Ramazan ayında tuttu, rahat orucunu tutur. Adam var bir gün belə tuta bilmir. Baş ağrıları, bu heç tuta bilmir də. Başa düşdün necə? Orqanizm zəifdir. Tab gətirmir də. İndi biz onu qınaya bilərik? Yox. Onu din də qınamayacaq. Düzdür? Kim qınaya bilər onu? Yəni insanlar bu cürdülər. Başa düşdünüz necə? Yəni münasibətdə də ola bilər tək bu insan bir gün qala bilmir. Həqiqətən belə insanlar var. Tab gətirmir ona. Çox ağır keçirdir onu. Adam var ki 5 il, 10 il tək yaşaya bilər. Gözəl də yaşayır, maraqlı da yaşayır, dostları, tanışları, müxtəlif. Yəni həyatı, yəni yaşayır da insan. Adam var 5 gün təkliyə dözə bilmir. Adam var 5 ay dözə bilir ancaq. Bildiniz necə? Yəni hərənin dözümlülüyü bir cürdür, hərənin tələbatı bir cürdür. Başa düşdünüz necə? Adam var bir günə 2 litr su içir və ona bəs edir. Adam var 5 litr su içir. Adam var hələ 2-3 stakandan gününü yola verir və çox sağlam da görsənir. Hələ gedib check-uplardan keçəndə deyirlər ki, sap sağlamsan, gül kimisən. Başa düşdünüz necə? Hər kəsənin tələbatı bir cürdür. Ona görə qınamaq
qınadınsa, bax sənə xəyanət edən insanları ancaq sən öz ağrının içindən gördünsə, ağrı yaşayırsan da, sən dözə bilmirsən, sən anlamırsan, bu nədir, nətər eləyə bilərdi, mən onun üçün bu qədər gözəl, nə bilim, partnyor idim, bu qədər gözəl sevgili idim, ya həyat yoldaşı idim, bu mənə bunu necə elədi? Axı sən hər şeyi görmürsən. Axı sən onun daxilində, onun düşüncələrində, onun tələbatlarını, onun arzularını, onun xəyallarını, onun boşluqlarını görmürsən. Sən ancaq öz ağrını görürsən orada. Zərbə alanda insan ancaq özü ilə məşğul olur. İnsan bizi zərbə alanda, ağrı çəkəndə, xəyanət görəndə insan egoistləşir. Ancaq öz tərəfindən görə bilir hər şeyi. Ancaq öz ağrısı içindən görür hər şeyi.